Dünən UFC adlı bir idman növündə müşahidə etdiyim bir məsələni dilimə gətirmək istəyirəm Allahın izni ilə. Belə ki, bu batil üzərində yaşayan insanlar, batil üçün mücadilə edən kimsələri orada gördük. İslamdan heç bir nəsibi olmayan bu kimsələr çıxıb UFC-də döyüşür. Bəzən mən yox, hər bir şey edən Allahdır falan bu cür şeylər edirlər. Sanki onların ora çıxması haşa cihadmış kimi. Halbuki onların ora çıxması yalnız nəfsi istəklərini qidalandırmaq və az bir mənfəət əldə etməkdir ki, insanları bəzən elə bir hala salırlar ki, hətta həmin döyüşdə insan ölə də bilir. Məsələn, Allahın Rasulü Muhammed sallallahu aleyhi və səlləm sizlərdən biri vurarkən üzə vurmaqdan çəkinsin deyir. Bunlar rahatlıqla istədiyi vaxt, istədiyi zaman vurur və bunu etiqad etmişlər. Yəni, buna vurmaqda, bu üzə yumruq atmaqda, təpiy atmaqda heç bir problem yoxmuş kimi çəkinmirlər. Həmin bu müşahidə etdiyim məsələlərdən biri nədir? Orada biri Allah Azə və Cəlləyə şərik qoşur, Allahdan qeyrisindən mədət umur və yaxud Allahdan qeyrisinə dua edir və bunu bağıraraq, qışqıraraq edir. Halbuki aləmlərin Rəbbi olan Allahın özünə dua edən kimsəyə belə uca Allah Quran-ı Kərimdə nə deyir? Deyir ki, səhər və axşam deyir, səsini qaldırmadan Rəbbinə gizlicə dua et. Yəni, Allah Azə və Cəllə bizə yaxındır. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm sahabələrə bir yürüşdə nə deyir? Sahabələr deyir ki, biz təpəni qalxdıqda Subhanallah, enərkən Allahu Akbar, belə bir şey keçir Allahın izni hədisdə. Qışqıraraq bunu edəndə Allahın Rasulü deyir ki, yəni sizə veyl olsun. Sizin Rəbbiniz eşitməyən, görməyən bir kimsə deyil. Yəni, ona görə Allah Azə Cəllə də ayətdə deyir ki, yəni səhər və axşam Rəbbinə gizlicə və səsini qaldırmadan deyir, dua et. Bu insan nəinki Rəbbimizin özünə səsini qaldıraraq dua edir, bu insan Rəbbimizdən qeyrisinə dua edir və səsini qaldırır. Məsələ yəni bu qədər şiddətlidir. Allaha qışqıraraq, bağıraraq, çığıraraq şərik qoşur. Allah Azə və Cəllənin ayətlərindən xəbərsiz olan bir insanlar Allaha şərik qoşulmasını, bu kitabın sırf elə Allahdan qeyrilərini onlara tay tutulmasın deyə göndərilən Rəbbimizi və Rəsulunu anlamayan kimsələr Allahdan qeyri kimsələri onlara şərik qoşur. Həmin insan orada qışqırır ki, ya Ali, ya Mövla, ya Ali Mədət, qışqıra-qışqıra danışır. Biz bunlara deyəndə ki, Allahdan qeyrisinə dua etmək, bu kim olur olsun, Peyğəmbər sallallahu aleyhi və səlləm belə olsa, qeyb aləminə, sənə heç bir şeylə cavab verməyən birinə, sənə heç bir şeylə icabət etməyən birinə dua etmək şirkdir. Allah bunu belə buyurur, 50 dənə söz qoyur sözün qabağına. Halbuki Allah deyir, onlar onların dualarından xəbərsizdirlər. Uca Allah Quran-ı Kərimdə buyurur ki, qiyamət gününədək özlərinə bir cavab verə bilməyənlərə dua edən kimsələrdən daha sapıq kim vardır Əhqaf surəsində. Yenə Uca Allah Fatir surəsində buyurur ki, bu sizin Rəbbiniz olan Allahdır. Sizin ondan başqa yalvardıqlarınız mə yəmlikunə min qitmir, xurma çəyirdəyinin pərdəsinə deyir, belə sahib deyirlər. Yəni, Uca Allah orada həmin ifadəni işlədir ki, xurma çəyirdəkində pərdəyə belə sahib deyirlər. Uca Allah buyurur ki, əgər siz onları çağırsanız eşitməzlər, eşitsələr belə sizə cavab verə bilməzlər. Bir dəfə bir dəvətçidən eşitmişdim, çox gözəl bir sözü idi, vurğulamışdı ki, biz insanlara deyəndə ki, Əliyə, Allah ondan razı olsun, Hüseynə, Həsənə, Allah onların hamısına razı olsun, dua etmək olmaz, şirkdir deyəndə, məgər deyir, biz deyirikmi ki, Əbu Bəkrə, Ömərə, Osmana olar? Biz deyir, Əliyə dua etməyin deyəndə, digərlərinə dua etmək olar kimi bir çağırış mı edirik? Biz heç bir kəsə, rəsullara belə Allahdan qeyrisinə dua edən kimsələr, onlardan mədət uman kimsələrə Allah Azə və Cəllə öz kitabında müşrik deyir. Uca Allah buyurur ki, haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağı. Uca Allah müşrikləri həm də kafir adlandırır. Uca Allah onların qəlblərinə qorxu salacağını deyir. Yəni, bu müşriklər qışqıraraq, bağıraraq Allah Azə və Cəllə şərik qoşur. Vallahi bunun hesabını mütləq verəcəklər. İslamın nə üçün gəldiyini, İslam kimi bir dinin
və aləmlərə rəhmət olaraq Rəsulun gəldiyini bilməyən kimsələr istədikləri zaman uca Allaha küfr edir və şərik qoşur və özlərini də İslama nisbət edirlər. Amma siz bu insanlardan bir dənə belə bir söz eşidə bilməzsiniz ki, tək Allaha ibadət edin və ona heç bir şey şərik qoşmayın. Uca Allah buyurur ki, Allaha ibadət edin və heç bir şey ona şərik qoşmayın. Nisa surəsi 36. Niyə müşriklər bir dəfədə olsun bu ayətləri zikr etmirlər? Niyə müşriklər bu ayəti zikr etmirlər? Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını əsla bağışlamaz. Amma bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan kimsə böyük bir günah edərək iftira atmış olur. Yəni, Uca Allah özünə şərik qoşulmasını əsla bağışlamayacaq deyir. Əbədi cəhənnəmlə vədili. Bundan deyir, aşağı olan, yəni şirkdən aşağı olan günahları isə bağışlaya bilər Uca Allah. Bu da onun istəyi altındadır. Neçə günahlar vardır ki, şirk olmasa da insanı əbədi cəhənnəmliyə vasil edə bilir. Bu, Quran və sünnə ilə sabit olan ayətlərdir, hədislərdir. Yenə də Uca Allah buyurur ki, Allah ona şərik qoşulmasını əsla bağışlamaz. 48-ci ayətdə də Uca Allah buyurur, 116-cı ayətdə də Uca Allah buyurur Nisa surəsində. Bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kimsə deyir, əlbəttə deyir, dərin bir azğınlığa düşmüşdür. Və yenə Uca Allah buyurur ki, deyir, sizə bir sıxıntı üz verdikdə, aləmlərin Rəbbi olan Allaha təkləşdirirsiniz, yəni ixlasla ona dua edirsiniz. Sıxıntını sizdən götürdükdə yenə ona dəstə-dəstə şərik qoşursunuz. Allah Azə və Cəllə ayətlərdə buyurur ki, əgər gecəni qiyamət gününə qədər üstünüzə uzatsa, üstünüzə endirsə, kim ondan başqa gündüzü gətirə bilər? Və yaxud Uca Allah buyurur ki, gündüzü qiyamət gününə qədər uzatsa, kim ondan başqa gecəni gətirə bilər? Yəni, aləmlərin Rəbbi olan Allahdır da bunları eləyən. Bunu düşünmək bu qədər mi çətindir? Bunu fəhm etmək bu qədər mi çətindir? Allah Azə və Cəllə müşriklərə deyir ki, sıxıntıya düşəndə, deyir ki, siz yalnız ona dua edəcəksiniz. Sıxıntı zamanı, bir bəla zamanı. Əgər deyir, o Allah istəsə ona dua edib, dəf edilməsini istədiyiniz həmin bəlanı sizdən götürər, aradan qaldırar və siz də deyir, şərik qoşduqlarınızı unudacaqsınız. Bəzi insanlar deyə bilər ki, o vaxtı insanlar bütlərə dua edirdilər. Uca Allah buyurur ki, o gün müşriklərə şərik qoşduqları kimsələr gətiriləcək və onlar onların ibadətini danacaqlar. Onlar onların ibadətlərini danacaqlar, onlara deyəcəklər, biz sizləri işte Allaha çağırırdıq, biz sizləri gəlin bizə dua edin, Allahdan qeyrisinə dua edin, belə şeylər demirdik. Onlar onlardan bəraət edəcək, Allah Azə və Cəllə deyir ki, onlarla onlar arasında böyük bir məsafə olacaq. Onlar deyəcəklər ki, biz dünyada sizə işte ibadət edirdik, bugün bir bəlanı bizdən götürə bilməyəcəksinizmi? Bütün nə işi var ki, orada elə bir məsuliyyət daşısın? Zaten büt bildiyimiz bütdür. O heç bir şeydən məhsul deyil. Demək ki, burada olan şərik qoşulan kimsələr salih insanlar olmuşdur. Ki, siz onları ilahiləşdirdiniz, onları Allahın dərəcəsinə çıxartdınız. Uca Allah möminləri, iman gətirənləri misal gətirəndə deyir ki, iman gətirənlərin sevgisi Allahadır. Daha güclü sevgi Allahadır. Allah Azə və Cəllə deyir ki, kaş ki deyir, onlar əzabı gördükləri zaman kimin güc və qüvvət baxımından daha üstün olduğunu biləydilər. Müşriklərdən başqa heç kim Allaha bu cürə bir şəkildə şərik qoşmaz. Biz aləmlərin Rəbbi olan Allaha tək olaraq dua edilməlidir dedikdə belə, biz kimlərisə qıcıqlandırmaq üçün, kimlərisə əsəbləşdirmək üçün işte yerimizdən duranda tabiri caizsə riya olsun deyə ya Allah demirik. Kimlərisə qıcıqlandırmaq üçün belə biz ya Allah demiriksə, sən necə ola bilər ki, insanları qıcıqlandırmaq, insanların hisslərini özünə tərəf çəkmək, onları özü ilə bir münaqişəyə cəlb etmək üçün yerindən qalxarkən işte ya Əli, ya Hüseyin və yaxud filan kəslər deyəsən. Azacıq zahirdə biraz saqqallı görürlər, yanından keçəndə Allah, Muhammed, ya Ali. Sanki aləmlərin Rəbbi olan Allahın Muhammed sallallahu aleyhi və səlləm və Əli radiyallahu anhu kimi bir şəriki vardır. Aləmlərin Rəbbi olan Allah İsa aleyhissalatu və səlləm misal çəkəndə nə deyir?
Deyir ki, əgər Allah İsanı və onun anasını məhv etsə, sizlərdən kim buna mane ola bilər? Allahu Akbar. Ağıl sahibləri üçün mən çox ayətlər zikr edə bilərəm, lakin burada mən Allahın izni ilə ayətləri sonlandırmaq istəyirəm. Və aləmlərin Rəbbi olan Allaha dua edirik ki, Allah Azə və Cəllə canımızı müslüman olaraq alsın və müşrik olan kimsələrin fitnələrindən də bizi qorusun. Allahümmə əmin, Allahümmə əmin.